Günlərin bir günü geyindim Viktor paltarını. Getdim Tokilərə. Tokilərdə loot eləyəndən sonra girdim binata pustum. Sonra gördüm ki, üstümə spor canlı adamlar gəlir. Sonra pəncərədən baxdım, gördüm dünyanın ən yaxşı oyuncuları. Biri Başırgey. O birisi də Qaos Rəhmətli. Yanlarında da Vural Üzüm. Mənim dəmdə bir dənə DBS, bir dənə də DP. Məndə baş getdi, bədən qaldı. Tullandım pəncərədən aşağı, DBS götürdüm, Vural Üzümə tək atdım. Sonra da başı üstümə bandı, olan DP ilə 3 o da yerə yapışdı. Sonra Qaos Rəhmətliyin başına rəcum düşdü, o da rəhmətli oldu. Bir də gördüm arxadan motosikletlə Jajqalka gəlir. Jajqalka mənə P90-la 3 atdı, mən də rəhmətli oldum.